Bu videoda Azərbaycan YouTuberlərindən bir test göndərəcəyik. Bu gün Miri bizə bir link atıb. Miri bizə. Miri Miriyev, Azərbaycan ən çılğın YouTube kanalı. Testdə mənim haqqımda 20 sual var və ən çox xal toplayan məni daha çox tanıyır. Görəsən məni ən çox hansı YouTuber tanıyır? Burada da yazıb ən çox xal toplayan məni daha çox tanıyır. Mən toplayacağım bu xalı! Dəlidir, yaxalayın. Bu arada mən ən az tanıyan ola bilərəm də, yəni bu həqiqətən deyirəm, yəni sonuncu falan olacağam böyük ehtimal bu videoda. Can otaqda uşağı yatır, ona görə Bidancı sənsiz ola bilərəm, bidan. Öz kanalımı bildiği bilmeme danışım. Mən Şireksiu! Üzr istəyirəm, bu arada bildirim ki, xəstəyəm, ona görə babam dəyişib. Burnum tutulub, fikir verməyin. Qardaşım, sən məndən yaşlı deyilsən. Linçlər gələcək, Lənkəranlısan, Ləvəngi xoşlamırsan. Miri Miriyev sual cavab. İlk tanış olduğu bloger kimdir sonra? Nihad Mahmudzadə tanımıram. Turan Həsənli. Yəni o variant seçmirəm açı. Hə. İlkin Feyziyev Fərəd. Məncə birinci ilkini tanıyıb. Nihadı tanımadığıma görə ola bilər Nihad da olsun, amma məncə ilkindir. İlkini seçirəm. Təbii ki, İlkin Feyziyev deyə bilərdim, amma təəssüf ki, Nihad olmalıydı. Səhv eləmirəmsə, çünki Nihad məni Miri ilə tanış eləmişdi. Yəqin ki, İlkin Feyziyev olar da. İlkin Feyziyevdən çox post atır, ona görə məncə İlkin Feyziyevdir. Dırırırırım, yəqin ki İlkin Feyziyev olar. Qabağıma İlkin Feyziyevlə videolar çıxıb, o birisilərlə bilmirəm. Mən C variantını seçirəm. Fərəclə videosunu görmüşəm, düşünürəm Fərəc olsun. Mən niyəsə ilkinə verdim. Niyəsə elə eyni vibe verirlər. Seçirəm də. Fərəci son vaxtlarda tanıyıbdı. Ən birinci yadımdadır ki, çox özü gözəl yadımdadır ki, Turan Həsənini tanıyıbdı Miri. Valla, nə yalan deyim, amda vallaha. Bu blogerlərdən dördə tanımıram. Sən o? Fərəci deyəsən mənə demişdi, ondan video çəkəndə. Attım C variantı, İlkin Feyziyev. Məncə İlkin Feyziyev olacaq, mənim bildiklərimə əsaslanaraq. Bunu çox oldular bilər, çox oldular bilər. Bu sualın cavabı uşaqlar Turan Həsənlidir. Çünki Turan Həsənli mənim ilk tanış olduğum blogerdir. Turan 100 takipçisi olanda mən ona yazmışdım. Onunla dost olmuşdu, belə bir şey. YouTube'dan başqa hansı sahədə uğurlu ola bilərdi? Müğənni, həkim, aktyor, aşpaz. Məncə aktyor uşaqlar. Müğənni vibe heç vermir. Yax, həkim də alınmazdı. Aktyor 100% ola bilərdi. Çünki YouTuberların 90%-i məncə kamera qarşısına rahat çıxıb danışa bilirsə, aktyor ola bilərlər. Məncə belə bacarığı olan adamın aktyorluq qabiliyyəti də güclü olar. Aşpaz da yaraşardı, okey, razıyam. Aşpaz da ola bilərdi, amma aktyorluğu daha çox yaraşdırıram. Bir insan YouTube'dadsa böyük ehtimal aktyor ola bilərdi mənim fikrimdə. Aktyor məncə. Aktyor ola bilər deyə düşünürəm. Deməli, müğənni, həkim, aktyor ola bilər. Aşpaz da ki, yəni yeməklərini yeməmişəm, bilmirəm. Yəqin ki, aktyor. Maraqlı olsun, qoyuram aşpaz. Aktyor ola bilərdi məncə. Miri əgər YouTube çəkirsə, YouTube çəkməyə bacarırsa, mənim fikrimcə aktyor. Çünki yəni bu işi bacaran bir adam aktyorluğu niyə də bacarmasın? Aktyor olardı məncə. YouTuber olanlar ya müğənnilir ya aktyor olur. Onda heç nə səs yoxdur. Müğənni yara, nə bilim, Miri hara. Müğənni də ola bilərdi, yəni rapper olaraq. Müğənni ya da ki aktyor deyəcəm. Də həm də ki deyir ki, hansı sahə olmaq istəyərdi, yox, uğurlu ola bilərdi. Məncə aktyorluqda. Həkim yox, həkim mən öldürərəm adamları orada. Müğənni olmaz məndən. Yəni müğənni heç olmaz. Onun üçün də aktyor cavabını vuracam burada. Yəni doğru cavab aktyordur. Ən çox dinlədiyi sənətçi. Nə bilim də, mən nə bilim. Pastor Uzi, His, Billie Eilish. Billie Eilish çox dəxilsizdir bu arada. Billie Eilish çox dəxilsizdir, o cür Billie Eilish'i vuracam. Billi Elisi. Uziyə inanmıram, Pastor ola bilər. Hətta Pastor seçirəm, heç o birlərə baxmıram. Sənət bizdədir uşaqlar. Təbii ki, burada İlkin Feyziyev variantı var. Çünki Miri ən çox bizim işimiz dinləyir. Hə, yox imiş. Pastor məncə, çünki Miri ancaq WhatsApp statuslarında Pastor'ı paylaşır. Özüm önüm Pastor özünü o qədər paylaşmayıb. Erkək adam passerə qulaq asar. Bu şəhərə nə yaxınım, nə uzaq, axınları dəyəndirdim, fikirlərə pauzu. Uşaq ağladı da. Pastel ya da his ola bilər, pastel götürürəm. Allah baba versin bunu da. Allah baba deyir ki, pastordadır. Bunlar hamısı fərqlənir digərinə, mən onu götürürəm, Billie Eilish götürürəm. Billie Eilish sıralamada varsa, tatusu belə var məndə. Bax, Billie'nin də dəxli var bu sıralamaya. Billie seçdim, çünki mən sevdiyim sənətçidir, ən sevdiyimdir. Yəqin ki, Miri Pastor xoşlayar deyə B seçirəm. Bu 4 nəfərdən ən kralı Pastordir. Məncə Pastori o da dinləyər. Məncə passerdir. Pastor uşaqlar, pastor. Pastorun xəstəsiyəm mən. İlk videosu hansı mövzuda olub? Texnologiya, əyləncə, oyun, futbol. Yəqin ki, əyləncə. Oyun qətiyyən ola bilməz, əyləncə YouTuberdır. Elə çox böyük ehtimalla əyləncə olacaq. Texnologiya olası deyil. Yəqin ki, maşınınızda da ixtira eləməmisənsə, qardaşım, çox böyük ehtimalla elə əyləncə olacaq. Buna nə var bilməyən? YouTube'a giririk.
Məncə bu zarafatı məndən başqa çox YouTuber eləyəcək bu videoda. Mirinin ilk videosu 30 bloger 30 görəb. İlk videosunu silib. Ondan məncə oyun videosu ilə başlayıb. Çünki çox YouTuber oyun videosu ilə başlayır YouTube'a. İlk videosu. Valla baxmamışam sən. Əyləncədir. Əyləncədir. Mən hamısına aiddir. Burada əyləncə səhv çıxma ehtimali yoxdur. Çünki futbol videosu belə əyləncə videosudur. Yəni saçma var ya. Oyun da ola bilər, əyləncə götürürəm. Nə bilim, məncə oyun oynayıb birinci. Oyun oynamadan belə sahələrə girişmək olmur. Ona görə mən oyun deyəcəm. Futbolda görmüşdüm videosunu. Amma heç futbolda görməmişəm. Mirinin kanalı əyləncə kanalı olduğu üçün mənim fikrimcə əyləncə. Əyləncə olar ya da oyundan başlayıb da mən kimi dəqiq bilmirəm. Vurdum əyləncəni. Oyun ya əyləncə ikisindən biridir yenə də dediyim kimi, amma mən gördüklərimə əsaslanaraq əyləncə deyəcəm. Texnologiyadır. Çünki mənim ilk videom odlar bilər. Ən çox sevdiyi yeməklər. Ay Allah, yemək önəmlidir, yemək. Ləvəngi, doğğa, pizza, hamburger. Gözü açıb hamburger, pizza görməmisən ki, birinci el yeməyi yemisən də, doğğa. Doğğa basıram. Mirini səhv eləmirəmsə Lənkəranlı kimi tanıyıram. Böyük ehtimalla Ləvəngi olar deyib Ləvəngini seçirəm. Lənkəranlı olduğuna görə məncə Ləvəngi. Bizdən Murat. Əlbəttə ki, hər Lənkəran, hər talışın ən sevdiyi yemək ləvəngi. Ən çox sevdiyi yemək doğğa. Sən o? Əzarif deyəndə doğğa. Ləvəngi məsələn bax pizza, hamburger, okeydir. Məsələn bunlar məşhur yeməklərdir də. Amma ləvəngi ilə doğğa biraz şübhəli gəldiyinə görə doğğanı mən içirəm də. Yəni mən yeməyə qoyub qabağıma belə yemərəm də. Ona görə də ki ləvəngi deyirəm. Məncə məntiqlə tapıram. Ha görsən? Hay Allah, bir mega imtahan verirəm. Bu nədir? Lənkəranlı olduğu üçün Ləvəngi. Bu arada bildirim ki, mən özüm də Lənkəranlıyam. Ona görə mən Ləvəngi deyə bilərəm. Ləvəngi də deyə bilərəm. Ləvəngi seçirəm. Mən bilən Lənkəranlıdır. Doğğa seçirəm getsin. Valla mən hal-hazırda məkə yeyirəm. Məkə olsaydı var bir məkən vurardım. Noya vuranda ləzzət deyirəm. Nə bilim valla. Pizza bunların arasında mənim sevdiyim deyil. Linçlər gələcək, Lənkəranlısan, Ləvəngi xoşlamırsansa. Ya pizza ya hamburgerdə pizza vurdum. Məncə pizza ya hamburgerdir, amma Mr. Beast-in hamburger markası. Hamburgerdə, bu məncə hamburgerdir. Lənkəranlı olduğuma görə Ləvəngi çaşdıra bilərsə, amma mənim ən çox sevdiyim yemək doğğa. Əgər videosu az izlənsə nə edərdi? İzlənər deyib gözləyərdi, səhvi özündə axtarardı, alqoritm ona qarşı olduğunu fikirləşərdi, əsəbləşərdi. O nə deyir? O da mən dediyimi deyirəm də. Yəqin ki ikimizin də içi eynidir. C variantı. Dın dın da dın. Hələ ki 500 manat qazanmışam. Məncə səhvi özündə axtarardı. Çünki izlənə deyib gözləməzdi. Səhvi özündə axtarardı. Çünki YouTuberlar da bilir ki, ilk video partlaması biraz çətin məsələdir partlamağı. Miri səhvi özündə axtarmır. Miri deyir ki, niyə izlənmədi? Niyə başqası izlənir, mən izlənmirəm? Əsəbləşir, bir də alqoritmin ona qarşı olduğunu fikirləşir. Bu ikisindən biridir. Məncə C. Amma alqoritm sənə qarşı deyil, bro. Sən o? Çox video at, bro. Bacalan be. Biz siz onlar. İzlənər deyib gözləyər deyirəm. YouTube'u söyür. Əsəbləşirdim. Mən də əsəbləşirəm. Çoxumuzun problemi dostlar bu videolarımızın az izlənməsi. İzlənər deyib gözləyərdi, A variantını götürürəm. Əsəbləşir də, məncə bunlar hamısı baş verir. Əvvəl əsəbləşir, izlənər deyib gözləyərdi. Sonra görsə nəticə yoxdur, əsəbləşərdi. Əsəbləşəndən sonra alqoritm ona qarşı olduğunu fikirləşərdi. Sonra düşünərdi ki, burada məntiq yoxdur və səhvi özündə axtarardı. Burada bütün cavablar var məncə. İzlənər deyib gözləyərdi. Alqoritm ona qarşı olduğunu fikirləşərdi məncə. Mənim fikrimcə Miri səhvi özündə axtarardı ki, mən bu videoda nə etmişəm ki, bu yəni video belə izlənsin. Ona görə mən burada elə B variantını seçirəm. İzlənməyən video necə izlənər? Mənim maraqlıdır. Əsəbləşərdi ya da məncə səhvi özündə axtarardı deyək gedək. Mənim Miri ilə olan bir shorts videom var. Yuxarıdakı kart vasitəsilə baxa bilərsiniz. O video ilk həftə çox az izləndi, amma birdən-birə məsəl üçün 1000 izlənmədən qalxdı. Sonra səhv eləmirəmsə 8000 izlənməyə kimi çıxdı. Ona görə də izlənər deyib gözləyərdi variantını. Əgər videom az izlənsə, mən YouTube alqoritmini çözdüyümü öyrə bilirəm. Səhv məndədir, nəyisə səhv eləmişəm ki, videom falan izlənib. Onun üçün də səhvi düzəltmişəm və videomuz hal-hazırda çox milyonlarla bəlkə də baxış yığıb. Onun üçün də videoya like atmayı və kanala aşağıdan abunə olmağı unutmayın. Tez bir zamanda 100 min abunə olaq. Başına gələn ən qorxulu hadisə. Uşaqlıqda itməyi, sirkə içməyi, ilan sadılması, hündürlükdən yıxılmağı. İlan sadılması burax. Mən sirkə içmişəm bu arada. Mənim başıma gələn bir şeydir. Miri sənlə deyəsən talihimiz eynidir bura. Mən uşaq vaxtı biraz gerizəkalı olmuşam, aramızda qalsın uşaqda. Sizə deyirəm, özü də izləmək istəməmişəm. Sirkə içmişəm. Az qala ölürdüm. Bu su batırmışam, bir abırçılıq etsən. Ona görə sirkə içmək istəsən paputu atıram getsin. Mənim başıma uşaqlar bir dəfə ilon düşmüşdü, bilirsiniz? Bunu da hər yerdə danışmışam deyə Mirinin kanalında da danışmaq istədim. Bax, burada da Darwin var. Məncə ilan sancmağı, çünki mənə də ilan sancıb, yox sancmayıb, mənim üstümə düşüb. İlan belə məktəbdən qayıdırdım, 5-ci sinifdə falan idim. Dar yoldan gedirdim, bu tərəfimdə hasar idi, bu tərəfimdə hasar idi. Bizim məhəllədə bizim evə gələn yol elədir. Bu hasardan bir də gördüm ilan düşdü burama. Bir də rəsk
belə baxdım ilanla göz-gözə gəldim. İlan mənə baxır belə fıs elədi. İlana belə atdım, qaçıram. Ay! Qışqırıram, qaçdım gəldim. İnandım. Divanda bax belə oturdum. 2 saat belə oturdum divanda çünki çox pis qorxmuşdum. Sirkə içmək falan çox da qorxuluca deyil. İlan sancmaq olar mənim fikrimcə. Yo, itmək. Məncə hər uşağın qorxulu şeyi itməkdir. Mən etmişəm. Sirkə içməyi, vay Allah, sən nə varmı sənə? Hündürlükdən yıxılmaq ən qorxulu. Ən qorxulu olmayacaq, hündürlükdən düşərsən maksimum qolun ayağına sınacaq. Uşaqlıqda itməyə götürürəm. Abi itmək də yəqin ki, uşaqlıqda itmisən. Ay Miri, bunu harda demişsən? Hündürlükdən yıxılsın. Sağ qalmazdı deyəsən. Uşaqlıqda itməyi ola bilər. D variantını çıxmaq istəyirəm çünki bundan olsaydı Miri, yəni Allah eləməsin, çoxdan aramızdan getmişdi Miri. Məncə B olsun ya, sirkə içməyə məncə olsun. 4 haqqında da məlumatım yoxdur, atıram keçirəm. İlan saytı güclə sağlardı Miri. Nəsə bir problem olardı. Ona görə uşaqlıqda itməyə variantını seçirəm. Uşaqda itmişəm mən. Çox qorxmuşdum. Onun üçün də uşaqda itməyi. Miri nə edərdi? Niyə məni seçsin? Sevinərli story rədd edərdi. Niyə məni seçsin deyərdi də, niyə rədd eləsin ki? Sevinərdi. Mr. Beast. Niyə sevinməyəsən qaqa? Sevinərdi. Yəni səhv deyil, bu variant 100% düzdür, yan bir yan yoxdur. Mr. Beast desə ki, niyə məni seçdin? Mr. Beast deyəcək, "What are you doing, bro?" Hold up, wait a minute, something ain't right. Ona görə məncə sevinərdi. Sevinərsən də abi. Yəni sevinərsən, niyə də sevinməyəsən? Niyə mən heç sual vermərsən bu arada? Qətiyyən. İstəyirsən oturub ləbənci yerdi. Story atardı. Uşaq hər elədiyi şeyə story atır. Instagramda keçin abunə olun uşağın. Rədd edərdiyə bax. Sevinərdi də. Niyə məni seçdin də deyə bilər. Sevinərdi, amma niyə məni seçdin deyərdi deyə ümid edirəm. Oyun götürmüsən düz variant olaraq. Mən də apararsandan biri nə olar? Mr. Beast səni çağırıb eləsə. Rəddi heç vaxt təklif eləmə. Oğlum, kimə deyirsən de, rəddi heç vaxt təklif eləməz. Allah çağır. Mən çartıb olmuşam. Ya mən hələ də fikrim arxadakı o qorxulu yaratıqlardadır. Hər an nəsə ola bilər. Sıraza story atardı məncə. Mənim kimi. Məncə story atardı. Sevinərdi, bu da heç, bu da normaldır. Niyə məni seçdin deyərdi mənim fikrimcə. Sevinərdi, story atardı, təklif rədd edərdi. Ya sevinər, ya story atar, amma yəqin sevinərdi. Məncə story atardı. Miri storylərdə çox aktiv bir dostumdur. Sevinərdi də ola bilər əslində. Yandakı dəyişirəm, sevinərdi deyirəm. Amma burada səhv eləsəm, ən axırda çox üzüləcəm. Mən sevinmərəm. Çünki Mr. Beast mən kimi bir insandır, şəxsdir. Yəni heç təəccüblənmərəm çünki mən də YouTuberam, o da YouTuberdir. Onun üçün də mən ilk öncə story ataram. Hamısı oyunda daha gizli. Məncə PES varmış. Çünki biri mənə nə qədər PES-də udubdu. Heç bunlara ehtiyac yoxdur ha, baxmağa. Elə futbol PES gördüm ha. Biri mənə nə qədər udub deyə ehtiyac deyil. Roblox inanmıram. Futboldan başım çıxmır, PES bilmirəm. PUBG Mobile-da mən Brawl Stars seçəcəm. Səndə nəsə Brawl Stars oynayan vibe olan biri. Məncə sən Brawl Stars oynayırsan. Mən belə düşünürəm. Miri çox qəşəng futbol oynayır, məncə futbolda güclüdür. Normal futbol qəşəng oynayır, bilmirəm indi PES-i də oynaya bilir ya yox. Miri ilə biz Mirinin kanalına bir dənə qəşəng futbol videosu çəkmişdik. İnşallah onu da ilk butondan izləyə bilərsiniz. Bir də mən bu topa əgər 10 saniyə saxlasam burnumda videoya like atırsınız. 5-5-6-ya çıxdınız onu. 10 saniyə saxladım videoya like atın. Oyun oynadım bilirəm ki, oyun oynamıram mənim fikrimcə. Brawl Stars oynamır bu arada, görməmişəm Brawl Stars oynadığını. E-futbol, PES, Roblox oynadığını görmürəm. Futbol deyəcəm. Futbolla nəsə çox maraqlıdır, o futbol deyəcəm. Məncə hər oğlanın ən sevdiyi oyun PUBG Mobile, bir də e-futbol. Mən e-futbol deyirəm. Mən PUBG oynadığını heç görməmişəm. Ay Allah, hamısı bundan şey deyirəm, telefon oyunlarıdır. PUBG götürürəm, doğrudan PUBG xoşdur. Məntiqlə PUBG Mobile oynayanlar daha çoxdur, amma mən futboldan. Vururam e-futbol. Mən PES deyirəm. Nəsə bilmirəm, e-futbol daha yaxın gəlir. Vurdum e-futbola getdim. E-futbolda daha güclüdür. Miri nə olsa ki PUBG videoları atır, amma e-futbolda daha güclü olduğunu mən bilirəm, mənə demişdi. Mən texnologiya videolarından sonra kanalıma oyun videoları atmışam, PES videoları atmışam, yəni futbol videoları, e-futbol videoları atmışam. Onun üçün cavab e-futboldur burada. Əgər YouTube bağlansa nə edər? TikToka keçərdi, quruza düşərdi, həyatında heç dəyişməzdi, YouTube yığardı. YouTube-a necə yığardı axı? TikToka keçərdi. TikToku nə var, kütləsi var. Keçən öyrəndə 50.000 takipçisi var. YouTube-a yığardı nə mənasında? YouTube-a zəng eləyərdim. Bura, bu nə sual? Mən beynim yandı, bu sual tutanmadım. Məsələn, YouTube-a zəng eləmək mənasında deyirsənsə, əgər o elə bir yazmısansa YouTube-a yığardın. Səndə o dəliliyi görürəm. Sən də mənim üçün başın işləmir. Sən eləyərdin bunu. Sən YouTube-a yığardın qaqa. YouTube-a yığmaq necə bir sistemdir? Yəni nömrəsi neçədir bro? Bir dənə mənə deyən YouTube-a yığım. Y hərfində 9, O hərfi 6. Hə, hərflərlə yığdım. Gözlə YouTube-a yığdım. Yazıb arama başarısız oldu. Amma ya YouTube-a yığmaq variantını keçirik. TikTok-a köçərdi. Miri Astarada qalır, Lənkəranda qalır. Lənkərandan niyə TikTok-a köçsün? Quruza düşərdə həyatında heç nə dəyişməzdi. Qışqırmaqdan boğazım zırıldı. Quruza düşdü də. Quruza düşərdi mənim fikrimdə. YouTube bağlansaydı. Getdi pastavka işləməyə, afsiyan. Güzeldi biri tembel şeydi. Ne kadar komik ya.
Qurza düşərdi. Quruza bax. Quruza düşərdi. TikToka keçərdi. Ay valla sağa baxmamış. Gördüm onu sonra onu dedim. TikToka gedərdi. Məncə YouTube-a zəng eləyərdi. YouTube dedi ki, bəs açacaq narahat olma Miri, gözlə. TikTok'a keçərdi ya. Ay inanmıram da YouTube-un nömrəsi bunda olsa da bu nə YouTube çəkir ki? Ona görə mənim fikrimcə TikToka keçərdi ya. Çünki Mirin də TikTokda qəşəng bir yüksək bir kütləsi var. Ona görə TikToka keçərdi məncə. Məncə quruza düşərdi elə. Variantını seçirəm. İlk öncə quruza düşərəm, sonra YouTube'a yığa bilərəm. Amma ilk öncə çox pis olarım deyə quruza düşərəm. Video paylaşmaq istəyərkən elektriklər qəfildən getsə nə edərdi? Gəlməsini gözləyərdi, megabayt götürərdi, ertələyərdi, hirslənərdi. Ertələyərdi variantını seçirəm. Megabayt götürərdin, gəlməyini qətiyyən gözləməzdin. Əgər vaxtında paylaşacağam deyib söz vermisənsə, çox böyük ehtimalla həmin saatda da paylaşardın. Megabayt götürər. Miri çünki videolarını gecikdirməməyə çalışır. Tez-tez video atmağa çalışır. Ona görə Mirinin kanalına abunə olmağı unutmayın. Video paylaşmaq istəyir. Hə, yükləyəndə. Megabayt götürər bu arada. Məncə fədakarlıq eləyə bilər. Elektriki söyərdi. Megabayt götürərdi. Çünki çılğın bir uşaq yəni. Özüm belə atar YouTube üçün. Megabayt götürərdi. Sual məsələ oxuyuram da. Megabayt götürər uşaqlar. Mən megabayt götürərdim. Hirslənər məncə. Ha, megabayt götürərdi də. Mən də elə eləyirəm. Gəlməsini gözləyərdi. İnanmıram çünki məhz sizləri videosuz qoymazdı. Ertələyər hirslənər. Birinci hirslənər. Ondan sonra gəlməsini gözləyir. Görək ki, gəlməz. Megabayt götürər. Heç vaxt ertələməz biri. Ona görə mən megabayt götürərək qoyuram ki, sizləri videosuz qoymasın. İnşallah ki, düz variantdır. Hirslənər deyirəm məncə. Adam əsəb vurar da video hazırlayırsan, vaxt ayırmısan, zad eləmirsən və elektriklər qəfildən gedir. Bir çox adam burada deyəsən vurub megabayt götürər. Amma mən gəlməsini gözləyib sonra megabayt götürərəm. Görsəm kontrolum yoxdur. Hal-hazırda 10 manat borcum var. Hal-hazırda Mirin neçə yaşındadır? O ayda. 17 olarsan da qaqa. Yəni bu 14 olmadığın məlumdur. 15 heç olmarsan. 16 bəlkə 17 sən də. Bunu biraz çətin qoyardın da qaqa. Bir 20 zat qoyardın, fikirləşərdi. 17 sən, soyun bir an yoxdur. 15. Yəni 16 yaşı var zaten bilməyən yoxdur. Yəni ad günü olmayıb tabii yaxınlıqda 16 yaşı var. 16. Bilmirəm. 17. Yo, uşaq görsən, necə balaca uşaqdır. Onda 16 götür. 15 ya da 14 götürmək istəyirəm. 14 götürürəm. 14. Çox balaca Keçən oldu. səfər storiesində məktəb forması görmüşdüm onu. Deməli bəbədir. Ay Allah, mən neçə yaşındasan? Ayda 17 olmalı deyə. 17 olmalıdır səhv eləmirəmsə. Ya 17 aşağıdırsa mən heç nə bilmirəm də həqiqətən də. Miri, sənin bu qədər az yaşın var. 17 vuraq. Məncə 17 deyil. 17 olardı. Hal-hazırda Miri 15 yaşındadır. 16 yaşı tamamdırmı bilmirəm. Yəqin 16. Mən 16 demişdim. Bilmirəm 15-i tamamdır 16-nın içindədir və yaxud da 16-sı tamamdır 17 içində. İndi içindədir söhbətini qatır bilmirəm onda. 16 vurdum getdi. 16 yaşındadır təbii ki. Bunu bilməyən yəni 16 uşaq var. Əgər Miri səyahət etmək istəsə, hansı ölkəyə gedərdi? Məncə Nigeriyaya. Çünki onun bir dənə Nigeriyalı dostu var idi. Dünya sani, dünya mani, dünya hepsini. Nigeriya, Yaponiya, Finlandiya, Amerika Birləşmiş Ştatlarını seçəcəm. Böyük ehtimal Amerikadır. Mr. Beast falan oradadır o görə. Nigeriyanın oğlundan. Ayda, Yaponiya çox qəşəngdir. Yaponiyaya getmək istə. Mən sən istə deyirəm. Amma sən hansına getmək istəmiş olarsan. Amma ABŞ-da düşünürəm. Bax Yaponiyaya getsən maraqlı videolar çəkə bilərsən. ABŞ-ı seçərsən. Yaponiyaya gedər. Özüm mənim ən sevdiyim ölkədir Yaponiya. Oy, Nigeriyada olmamışam. Bıraq Nigeriya. Mən Yaponiya vibe alıram axı uşaqdan. Mən olsam Yaponiyaya gedərdim. Net Amerika. Nigeriya sənin nə işin var Afrikada? Fərq yoxdur ya. Valla üçünü də mən istəyərdim. Ən yaxşı burada şərait Finlandiyadadır. Finlandiyanı vurdum. ABŞ-a gedərdi çünki Mr. Beast ABŞ-dadır. Yəqin Mr. Beast öyle hər kəs ABŞ-ı vurur. Finlandiya uşaqlar. Finlandiya. Yəni elə ölkə yoxdur dünyada. Milli xarakteri haqqında ən düzgün nə ifadə edə bilər? Komik, sakit, tənbəl, macərapərəst. Buna bax, nə sallanıb burada. Tənbəl deyildir, macərapərəst. Macərapərəst deyəcəm. Komik deyərdimmi? Deməzdim. Komik bir şey görməmişəm. Sadəcə əyləncəli aparır, işlərini yaxşı görür, çox keyfiyyətli görür. Baxıram həqiqətən halal olsun. Sakit yox, tənbəl yox, macərapərəst qoyacağam. Çünki videolarında görmüşəm çox belə hər şeyə əl atan adamdır. Görürəm belə, nə bilim, qatar yolunda falan bir videosunu görmüşdüm belə. Mənim eləməyəcəyim şeylər eləyirdim. Böyük ehtimalla eləsən. Macərapərəstdir məncə uşaqlar. Sakit uşaq oxşuyur, amma gülməlidir. Yumor da var, uşaq gülməlidir. Macərapərəst. Tamamilə doğru variant bu macərapərəst. Macərapərəstdir. Yəni hər şey eləyir də yəni. Oradan girir, buradan çıxır, buradan girir, oradan çıxır. Macərapərəst. Mən onun macərapərəst olduğunu düşünürəm, çünki videolarında hiss olunur. Məncə həm komikdir, həm macərapərəstdir. Macərapərəst deyəcəm. Biri nə tənbəldir, nə sakitdir. Yəni biri nəsə bir vaxtda olubdur. Tənbəl deyil çünki biri həyatında çox əziyyət çəkən bir insandır. Ona görə məncə məzəli seçmək istədim. Macərapərəst. Komik deyim elə, atıram. Komikəm, sakit deyiləm, tənbəl də heç deyiləm. Macərapərəstəm uşaqlar, macərapərəst. Montajda Adobe Prime İngilis dilini unuttum yala. Blender, Blendament diş fırçası var.
aferin oğlum. Adobe After Effects. DaVinci ilə After Effects arasında qaldım. Blender qətiyyən işlətməyəcəyimi bilirəm. Blender çox çətin bir proqramdır. Çox böyük ehtimalla sən işlədə bilmirsən ki, mən də çox az işlədə bilirəm. PS Studio inanmıram, amma çox böyük ehtimalla After Effects işlətsən bura. Çox çətindir, amma işlədərsən. Məncə sən işlədərsən. Sənə güvənirəm. Məncə Adobe After. Adobe After Effects-dir böyük ehtimal deyirəm. Hər gün əziyyət çəkib video çəkirəm. İşığını Allah gözümə sözüm YouTube-a video atmam. Yəqin ki, Adobe After Effects bu olar deyə düşünürəm. After Effects olmalıdır mən bildiyim qədər. Adobe After Effects. Çünki onu bilirəm. After Effects. Çünki təkcə bunu bilirəm. Adobe After Effects. Mənim fikrimcə After Effects. Yəqin effektlər, çünki effekt çox qoyurucu videolarına effekt vururam. Mən Adobe After Effects-i seçirəm, çünki Adobe After Effects və Adobe Premiere Pro YouTuberların montaj üçün ən çox istifadə etdiyi proqramlardır. Təbii ki, Adobe After Effects, çünki baxın bu animasiyaları videonun girişində elədiyim animasiyaya mənim 10 saat vaxtım gedib. Vay puanı görüntüləyə bilirəm. Dayan görün. Toplam puan Turanı tanıyıb birinci. Dayan altın qoyduq. Gül kimi sualla sevinəsi. Biabırçılıq. Texnologiya nə yaratmısan? Nə ixtira eləmisən? Mənim xəbərim yoxdur. Gəlməsini gözləyərdi. Tamam, məsuliyyətli deyilmiş. Məsuliyyətli deyilsə mən megabayt götürüb paylaşardım qaqa. Sən məsuliyyətsiz hərəkət. Bəlkə işıqla bir həftə gəlməyəcək. Uşaqları videosuz qoyasan. Oy dedəm, bir uşaqsan ki. Oydu. Halal olsun. 16 yaşında bu qədər iş çox böyükdür. Çox böyükdür. Həqiqətən halal olsun sən. 35. Birinci sual səhvdir. Turanı tanıyıb birinci. Oha, texnologiya video satmısan biri. Lənkəranda texnologiya video satmaq olar. Halal olsun sənə. Ən çox sevdiyi yeməyi bilməyə bilərəm, çünki sevgilisi deyiləm. Algoritmin onun səhvi özündə axtarar. Yalan danışma da, sən səhvi özündə axtardın. Mən də inandım. İnandım tamam. Mr. Beast səni videosuna çağırıb, sən belə edəcəksən hə? Mr. Beast mənə videosuna çağırır. Dostlar, Mr. Beast mənə videosuna çağırır deyə. İnternetin gəlməsini gözləyərsən, megabayt götürmərsən, ay kasıb. Hal-hazırda 16 yaşın yoxdur, soxma millətə. 2010-cu ilsən sən, çox pisən olardı. Çox pisəm. 35 puan yığmışam valla. Sonra səninlə ilə bir yerdə olmuş. Story atırsan, sevdirsənsə story atırsan da bu sualda məntiqsizlik var ya. Gəlməsini gözləyərdi. 46 puan ilkin vəziyyət deyilmiş. Turan Həsənliymiş. Enişteynlə xabı, Enişteyn o səhv özündə axtarır. Keç o birisi tübərə. Keç. Bəlkə də mən axıra qoyub. Mən axıra qoyma. Gələrəm Lənkərana. Nə əlaqə? 34 oldum yəni. Çox az tanıyırammış. Əyləncə yox, texnologiya. Birinci sevinci sonra istiyorlar. Birinci cavab var. Var sən. Evliyəndə bebesən. Turan Həsənliymiş. Hə, tamam. Olan şeydir, həyatdır, neynəmiyorlar. Texnologiya. Texnologiya. Onda belə kompüterdən, telefondan, bir də qara işlərdən yaxşı başa çıxır ha. Özüm bir sənə necə hiss elədim. Sanki o imtahanda 9 imtahanı verirsən, dursan ayağa. Deyirsən ki, ay Allah, inşallah yaxşı olar. Gəlsən və baxırsan, cavablar çıxamız qıpqırmızı ya belə. Çəkərə düşürdü adam. Elə özüm bu dəqiqə çox pis edirəm. Düzgün cavab Turan Həsənli. Maraqlı. Onda səhv vurmuşam. Bir dənəsini düz vurmuşam. Story atardı. Mr. Beast bunu dəvət etsəydi. Düz vurmuşam. Pes. 2 düzgün cavab var hələ ki. Hissələnməz. Maraqlıdır, hissələnmir. Işıq sönür və o hissələnmir. 30. Birinci yanlışdı. Turan Həsənli. Turanla mən də takipləşirəm. Sağlıqda itməyə bax, bu ola bilər. Bu hamının başına gəlib. Mən olsam deyərdim, onsuz da paylaşasan da bunu. Gəlməsini gözləyirəm. Bu qədər kəsirsən, ay bala. Megabayt götür, video at. Əsas videoda izləyicilərimi düşün, bax. Mənim ən aşağı yığdığım imtahan bu ola bilər, dostlar. Ayda 39 bal nədir? Sən niyə buna cavab vermirsən? Niyə mən seçsinlərdi? Yox, burada nə story atardı? Görürsüz dostlar, milis heç düşünmür. Bax, onunla like atmıyorum bu videoya. Qardaşım, sən məndən yaşlı deyilsən. 100 baldan 52 bal. Pizza yox, doğğa necə adam mənə sevdiyi yemək ola bilər, amma promo çıxmışdım bunu. Dedim bu saat səhvdir. Story atan kəs sevinmir. Başa düşmədim mən. Adobe After Effects onu da məntiqlə düz getmişik. Adobe After Effects-i. Birinci sual səhv eləmişik şah. Texnologiya. Nə bilim, ən çox sevdiyi yemək hamburger yox, doğğa. Mən nə qədər səhv eləmişəm. Oy bil. Ayda bax demişdim də. Ayda story atardı. Birinci onu fikirləşdim. Ay bil. Biz nə qədər tanıyırdıq biri 40 bal. Bu yarışmada ən çox xal toplayan Hüseyn olduğuna görə Hüseynin hər bir sosial media hesablarına abunə olmağı unutma.